Abşeronda ad gününə gedən xanım taksi sürücüsü tərəfindən qarət edilib. Sferas xəbər verir ki, hadisə rayonun Ceyranbatan qəsəbəsi ərazisinə baş verib. Abşeron rayon sakini Rafiq Əzizov Toyota Prius markalı avtomobillə Bakıda metronun 20 yanvar stansiyasının qarşısında taksi fəaliyyəti ilə məşğul olarkən ona bir xanım yaxınlaşaraq Sumqayıta rəfiqəsinin ad gününə getmək istədiyini bildirib. Rafiq xanımı avtomobilə əyləşdirərək Sumqayıt istiqamətinə hərəkət edib və onu ünvana aparacağını bildirib. Onlar Ceyranbatan qəsəbəsi ərazisinə daxil olarkən müştəri xanım ondan mağazalardan birinin yanında saxlamasını və su almaq istədiyini deyib. Rafiq qadına bildirib ki, suyu o alacaq və avtomobildən düşüb mağazadan 2 ədəd tərkibində spirt olan enerji içkisi alıb xanıma verib. Müştəri həmin suyu içdikdən sonra özünü pis hiss edib və avtomobili saxlamağı xahiş edib. Rafiq həmin vaxt cibindən bıçaq çıxararaq qadından üzərində olan pulları tələb edib. Məcburiyyət qarşısında qalan xanım çantasında olan 640 manatı taksi sürücüsünə verib. Rafiq bundan sonra qadının əlindəki mobil telefonu da alıb, onu avtomobildən düşürüb, hadisə yerindən qaçıb. Rafiq qadının telefonunu Sumqayıt şəhərində tanışına 50 manata satıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Rafiq Əzizovun yerini müəyyənləşdirib və o saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Rafiq Əzizov 8 il müddətinə azadlıqdan məhrum edilib.